Burada soruşduğum Yaşar qardaşım barədə. Yaşar qardaşım elhamdülillah çalışandır. Çalışır, oxuyur, mütaliəsi çoxdur. Eyb etməz, yəni bəzi müxaliflərə gözəl cavablar verir. Eyb etməz. Yəni düzdür, mən deyirəm, ehtiyatlı olmaq lazımdır, xüsusən fətva verməyi və s. Necə özümə də aiddir. Yəni elə məsələlər var, böyük alimlərə müraciət etmək lazım. Amma müxaliflərə rədd və s. xüsusən yəni bizim kimi yerdə müxaliflərə rədd eləmək, yığır, bəhs eləyir, cavablar verir, susturucu, eyb etməz. Yəni məsləhətdir. Danış gəlir ha. Yaşar bəy, siz az öncə dediniz ki, Osman İbn Affanın qatilləri xəvariclərdir, düzdürmü? Xavaricilər və rafizilər. Sahabə Əmr bin Əl-Hamiq Əl-Xuzayi xəvaric idi. Anlamadım. Sahabə Əmr bin Əl-Hamiq Əl-Xuzayi xəvaric idi. Bəli, kimdir ki o? İbn Hacər Təqrib Əl-Təhsib kitabında 5017-ci ravinin sənədində yazır ki, həmən şəxs sahabə idi. Və sahabələrin Yəni Osmanın qatilləri arasında sizin kitablardır. Əbdurrahman bin Üdeys Əl-Bələvi. Yəni Osmanın qatilləri arasında var idi o, demək istəyirəm. Bəli, sizin mənbələr deyir ki, sizlə maraqlanıram da. Yəni o adamlar bəli, bir-iki nəfər olmuşdur, lakin onlar iştihad etmişlər. Edərək qatılmışlar. Üzr istəyirəm, Başa tamamlayayım. düşdünüz? Yəni sahabələr, baxın, sahabələr məsum olmayıblar. Rafizilərin dinində olduğu Yaşar kimi. müəllim, icazə Başa verin. düşdünüz? Az öncə Yəni sahabələr də iştihad ediblər, bəli. Yaşar müəllim, Məsələn, 2 dəqiqə bundan qabaq sahabələr də dediniz, iştihad indi dediniz ediblər. düz gəlmir. Yaşar müəllim, Aydındır? Yaşar müəllim. Məsələn, ola bilər Osmanın yəni o dönemdə iştirak eləsinlər, ola bilər Ammarın qətlində iştirak eləsinlər, məsum deyildilər. Yaşar bəy. Ola bilərmi, ola bilərmi? Yaşar ola bəy. bilər yəni. Yaşar bəy. Bunda heç bir problem yoxdur. Yaşar bəy. Siz yəni Yaşar bəy, səsim gəlir inşallah. Bəli, buyurun. Siz az öncə ümumən dediniz ki, xəvariclərdir. Hələ bir-iki sahabənin adını çəkən kimi dediniz ki, onlar şəxsi ictihad ediblər və məsuliyyət Yox, var yoxdur. bu barədə məlumatlar var. Yox, bir dəqiqə. Ümumi o qətlində sizin dediyiniz adam var ha. O Xuzayi dediyiniz. O yəni birbaşa qətildə iştirak eləməyib. Lakin onların cərgəsində olub. Oxuyun hədisi. Hədisləri oxuyun inşallah. Onların cərgəsində olub, qətildə iştirak eləməyib. Yaşar bəy. Qətildə iştirak edənlər Yaşar bəy, zəhmət olmasa, qadavızı alaram, zəhmət olmasa, icazə verək ki, bir danışaq. Bilsən nə var? Sən nə deməksən? Deməksən ki, Osmanlı sahabələr öldürüb. Osmanlı Rizvan beyyətində iştirak edən şəxslər də var idi. Siz nə danışırsınız? Öz kitabınızdan xəbəriniz var Yox belə bir şey. Yoxdur, onda zəhmət olmasa, onda zəhmət səbir elə sübut eləyək. Əbdurrahman bin Üdeys Əl-Bələvi. Əbdurrahman bin Üdeys Əl-Bələvi kim idi? Səsini kəs onu. Cəhcəh bin Səid Əl-Qəffari kim idi? Sizin iddialarınız da rafizili idi o. Sizin kitablarda Əmr bin Bədəli Əl-Xuzayi kim idi? İbn Əbdülbir kim idi? Hamısı rafizidir. Yəni rafizilər eləyiblər, rafizilər və xavariclər. Amma içində ola bilər bəzi sahabə olsun, hansı ki Allah Rəsulunu görür. İndi bir dənə sahabə Əbul Həsən Əl-Xəzaini kim idi Yaşar bəy? Kafirdir. Ya bir dəqiqə danışmayın, səsini kəs onu. Danışma, dinlə, sonra o Yaşar müəllim O dinləyəcək. bilər yəni iştihadla olublar. Məsələn, Muhammed İbn Əbu Bəkir onların arasında idi. Olub, o da sahabədir. Lakin iştihad edərək edib. Yəni onlar da iştihad ediblər yəni. Ola bilər məsələn, və sahabələr kim idilər? Məsum idilər. Bizim dinimizdə məsum peyğəmbərlərdir. Rafizilərin dinində o imamlar və s. məsumdur və s. Ona görə də sahabələrdən ola bilər xəta edənlər olsun. Çünki sahabələr isabət ediblər. Yəni ola bilsin bir dənə sahabə iştirak edir. İndi bir dənə sahabə iştirak edib deyənə Osmanın qatilləri sahabələrdir. Təbii ki yox. Mövzu budur. Bitirdiniz sözü. Sahabələrdən kimsə onlara qatıla bilər. Bunu demək istəyirəm. Yaşar bəy, inşallah sözü bitirin, zəhmət Siz olmasa. bir dənə sahabəni götürüb bütün Osmana qarşı edilənləri o sahabənin üstünə yükləməyiniz və
ve xavaricilərin etdiklərini görməzdən gəlməyimiz, bax budur problem. Başa Əhsən. düşdünüz? İndi danışın, sözü bitirin. Mən sizi gözlədiyim kimi sizdən xahiş və tələb edirəm ki, bəhs əsasında siz də məni gözləyəsiniz. Aydındırmı? Nəyi gözləməyi? Dediniz, bitirdiniz. İcazə verin ki, mən danışım, siz də məni səbrlə dinləyin. Mən cavab verdikdən sonra rəddiniz olarsa Amma cavab verin. sahabələri ittiham eləsəm, mən səni qoymaram danışmağa. Mən sizin kitablarınızın dəlil gətirəcəm ki, Sahabələri ittiham eləsəm, mən səni qoymaram danışmağa. Yaşar Atıram bəy, səni aşağı. Yaşar bəy, əgər ki, mənim gətirim dəlil sizin problem deyil. səhih mənbələrdən-dirsə, rəddiyəni verim, bilək ki, əhlüsünnədə səhih deyilən şey Əlinin yoxdur. üzərinə, bir dəqiqə. Əlinin üzərinə vacib idi Osmanın qatillerini cəzalandırsın. Xeyr, vacib deyildi. Vacib deyildi. Xeyr, niyə Sən nə danışdın? Sən İslamdan xəbərin yoxdur. Səbəb deyim. Allahu Teala imkan verin. Ədalətsizlik eləməyin. Səsini qoymadan. Hamı bizi dinləyir. Zır rafizidir yəni. Yaşar müəllim, siz də dinləyin, xahiş edirəm. Xahiş edirəm ki, dinləyin, cəmaət bizi izləyir. Danışma, bir dənə söz deyəcəm. Qulaq as. Yaşar müəllim, siz də danışdınız, dinləyirik sizi. O da danışsın, dinləyək. Xahiş edirəm sizdən rəddiyəviz olsa, Yaşar müəllim, o danışandan sonra rəddiyə bildirin. Biz sizi elhamdülillah dinləyirik, həmişə faydalanırıq. Siz də dinləyin. Yaxşı Yaşar müəllim. İndi qardaş, buyur, az danış. Əhsən. Bismillahirrahmanirrahim. Allahu Teala Nisa suresinin 93-cü ayəsində buyurmuşdu: Əgər bir şəxs bilərəkdən bir mömini qəsdən öldürərsə, əbədi qalacağı yer cəhənnəmdir. Əhl-i-Sünnənin etiqadına əsasən səhabələrin hamısı möminlərdir və ilk 4 xəlifədə möminlərdir, Əmir-əl-Müəminindir. Amma biz Əhl-i-Sünnənin kitab külliyyatına baxdıqda və onların ricalına baxdıqda görürük ki, Osman İbn Əffanın qatillərin içərisində Rizvan beyyətində iştirak edən şəxslər var. Rizvan beyyətində təqdim edim ki, ağac altını beyyət edən şəxslərdir. İndi isə inşallah ki, onları sizə təqdim edeyim, ondan sonra da mən sözümü tamamlayayım. Sahabə Əmr bin Əl-Hamid Əl-Xüzayi bu sənəti gətirir. İbn Xacər Təqrib Əl-Təhsib kitabı 5017-ci ravin hədisin nömrəsi ilə. Ondan sonra gəlir Əbdürrahman bin Odeys Əl-Bələvi. Sənət gəlir bizə Zəxəbinin Tarixül İslam 3-cü cildin 531-ci və 532-ci səhifələrində. Hara getdi? Nə oldu? Bəs qutardı. Haqq gəldi, batıl. Qardaşım, haqq gəldi, batıl məhv oldu. Səbəqallahu aliyul azim. بیرنگ یا علی ای الخندق یا علی صاحب غیرت یا علی قادر مطلق